Ərkivanın idman ictimaiyyəti və Güləş ailəsi bugün ağır itkinin hüznünü yaşayıb. Ömrünü Azərbaycan idmanına, gənc nəslin yetişdirilməsinə və doğma Ərkivanın pəhləvanlıq ənənələrinin yaşadılmasına həsr edən Yunan-Roma güləşi üzrə əməkdar məşqçi Qardaşxan Əmənov dünyasını dəyişib. Qardaşxan Adəmoğlu Əmənov uzun sürən xəstəlikdən sonra avqustun 11-də 67 yaşında vəfat edib. Onun həyatı yalnız idman meydanları ilə məhdudlaşmırdı. Qardaşxan müəllim illər ərzində neçə yeni yetməyə güləşin sirlərini öyrətməklə yanaşı, onlara zəhməti, intizamı, mərdliyi və insanlığı da aşılayıb. Yetirmələrin qazandığı hər uğurda onun zəhməti, müəllim əməyi və böyük ürəyi vardı. Bugün isə illərlə gənc pəhləvanların çiyninə əl qoyub onlara güc verən Qardaşxan müəllimi son mənzilə yola salmaq üçün insanlar bir araya gəlmişdi. Mərhum doğulub boya başa çatdığı doğma Ərkivan qəsəbəsində tələbələri, dostları, yaxınları və idman ictimaiyyətinin iştirakı ilə torpağa tapşırılıb. Vida mərasimində çıxış edənlər Qardaşxan Əmənovun uzun illər ərzində Azərbaycan idmanına, xüsusilə Yunan-Roma güləşinin inkişafına verdiyi töhfələrdən, yetişdirdiyi idmançılardan, müəllim kimi prinsipiallığından və insan kimi sadəliyindən söz açıblar. Mən bilməzdim daşım belə ağırdır, taleyim də biganədir, nağıldır. Gedəcəyəm, göylər məni çağırdı, daha yerdə gəzmək olmuyor. Azərbaycanın çətin günlərində bir nadir məktəbini yaratmaq üçün mən ilk əvvəl Qardaşxan müəllimə və Səyadlı müəllimə müraciət elədim. Onlar öz işlərin Rusiyada çörək dalında getmişlər. Azərbaycanda vəziyyət çox ağır idi. Atıb qayıtdılar. Bizdən sənə nə qalacaq bilmirəm. Səndən bizə xatirələr həmişə qalacaq. Allah səni rəhmət eləsin. Qardaşxan müəllim artıq aramızda yoxdur, amma yaxşı insanların ömrü yalnız yaşadıkları illərlə ölçülmür. Onların ömrü yetişdirdikləri insanlarda, qoyduqları izdə və xatirələrdə davam edir. Allah rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun. Cəfər Cəfərov, Elsəvər Əliyev, Faiq Mirzə.